bu sözə gülməm deyir, yeganə milləti ki, işdə otura iş axtarır. Həqiqətən, deməli, bunun səbəbini araşdırdım, elə öz-özlüyümdə düşündüm. Deməli, bax, səhər çıxıram evdən, o qədər problem var ki, əgər sən hər şeyə problem eləsən, gedəsim də yerim var da, işə gedirəm. Oradan qırağa çıxa bilmərəm. Tözdən qayıdıb evə gələcəm də, yəni saat 8-dən 6-ya kimi iş saatim var. Deməli, gedirəm işə, nə iş dəyişmir, nə qazancım dəyişmir. Qayıdıram, gəlirim və yorğunam, başımı atıram, yatıram. Yəni, bax, iş deyil, yoram. O qədər yükləmişəm problemləri ki, özümə. Deyinə, savaşa gedirəm içimdə, beynimdə. Savaşa da gəlirəm. Heç də dəyişmir. Nə məvacib batmır, nə təzə iş tapmıram. Neysə, hələ həmin qazancı qazanıram. Sadəcə 2 qat yoruluram. Bizə niyə? Çünki özüm yükləmişəm dünyanın yükün üstümə. Başa düşürsünüz? Yəni, lazım olan olmayan şeyləri gərəkli bilib onun üzərində düşünürəm.